Vəhşi Siyonist rejim yenidən Beyruta, Zahiyəyə hücum etdi. İran və qarşı tərəf, məxsusən Amerika arasındakı danışıqlar da özünün həssas mərhələsinə çatdı. Allahın salamı olsun sizlərə, əziz və hörmətli bacı və qardaşlarımız. Xoş gördük sizləri. İndiyə qədər İran İslam Respublikasının bu son döyüşdə 105 günlük, artıq 105 gündür davam edən, 106 gündür davam edən bu müharibədə İran İslam Respublikası və onun müttəfiqlərinin Amerika və Siyonist rejim başda olmaqla Qərb cəbhəsini bir çox sektorlarda dünya arenasında günü-gününə sındırma mərhələlərindən danışmışdıq. İstəyir ilk 40 günlük təqribən silahlı qarşı durmada döyüş meydanındakı İslam Respublikasının və məxsusən Livan cəbhəsinin Siyonist rejimə və Amerikanın bazalarını yerlə yeksan etməklə Amerikaya vurduğu zərbələrdən başlasaq və istəyir növbəti Amerikanın məcbur atəşkəs istəməsindən sonraki mərhələnə, davam edən mərhələdə İran İslam Respublikasının əslində hərbi arenanın davamı olan diplomatik səhnədə qarşı tərəfi sındırma mərhələlərindən danışsaq, istəyir qarşı tərəfin zaman-zaman Rubio və Trump'ın öz etirafları ilə özlərini sudan çıxartmaq üçün bilmədən etdikləri azı etiraflarla İran İslam Respublikasının qüdrətini etiraf etməsi ilə sınmalarından və istəyir sonda Trump heç bir çarə yolunun olmadığını görüb Çinə səfərində İranın ən yaxın iki müttəfiqindən biri olan Çini vasitəçi qərar vermək istəməsi ki, Hörmüz boğazını açsın və istəyirsə də ümumilikdə bütün bunları bir yerə qoyanda Amerika və onun koalisiyası və Siyonist rejimin İslam Respublikası qarşısında strateji olaraq böyük fiyaskoya uğrayaraq sınmasından danışmışdıq ki, vəziyyət elə başladı, bütün İran ələ keçirilməli idi, rejim change olmalı idi, içəridə qarşılıqlıq salınmalı idi, İran bölünməli idi, Qərbin, Amerikanın kontroluna keçməli idi, İsrailin istədikləri olmalı idi, İranın bütün raket bazaları məhv edilməli idi, İranın uranı və nüvə obyektləri məhv edilməli idi, zənginləşdirilmiş uran İranın əlindən alınmalı idi. Bütün bu böyük hədəflərdən sonra sonda bir hədəf qalmışdı və indiyə qədər də onun üzərində çox manovr eləyir və manovr elədikcə Amerika Birləşmiş Ştatları cəbhəsi bütün sektorlarda daha çox batır. Yəni, əl-ayaq çaldıqca daha çox batır. İstər iqtisadi çatların böyüməsi Amerikada, istər sosial çatların böyüməsi, istər hərbi arenada, istər hətta son günlərdə təhlükəsizlik və kəşfiyyat arenasında ən böyük strateji hədəfdən sadəcə Hörmüz boğazına gəlib düşməsi və Hörmüz boğazının da bunları dediyimiz sektorlarda sındırmalarını nəzərə alsaq. Və indi iş o yerə gəlib çıxıb ki, artıq Amerika Birləşmiş Ştatları əlbəttə İran İslam Respublikasının da bir neçə dəfə barəsində danışdığımız Trump administrasiyası və məxsusən Trump'ın öz şəxsinin timsalında Amerika sisteminin dəli oyunu oynamağının qarşısında dəli bir şəxs, başdan xarab bir şəxs, hesablanması çətin olan bir şəxs oyunun oynanması qarşısında İran İslam Respublikasının bir qarşı oyuna keçməsi, bir şahmat xodu getməsi bu günlərdə daha çox müşahidə olunur. Yadınızda var idisə, proqramlarımızın birində, əlbəttə digər kanalımızda təqribən bir ay bundan öncə idi, əgər səhv eləməsəm, İranın Amerikanı
qorxuya salan və məğlub edən faktorlarından danışmışdıq ki, hansı amillər var və nüanslar var ki, səhv eləmirəmsə 3 ya 4 faktora işarə vurmuşduq. Biri də məxsusən ikisinə, müəmma və qorxu salmaq, dəhşətə gətirmək. Orada biz İran İslam Respublikasının hərbi və kəşfiyyat təhlükəsizlik arenasında, biraz da cyber, kiber arenasında qarşı tərəfə müəmmalı oyun oynamasından danışmışdıq. Ki, qarşı tərəf İranı hesablaya bilmədiyinə görə və zaman da İran dediyi sürprizləri döyüşün hər mərhələsində bir sürprizini onlara göstərməklə onları qorxuya salmasından danışmışdıq. İndi sanki İran İslam Respublikası rəhbər başda olmaqla bütün İranın yüksək rütbəli məqamlarının və məsullarının da dəfələrlə təkid etdiyi üzərə silahlı döyüş arenasının davamı olan və o arenanın necə deyərlər, himayətçisi olan, adı müzakirə olan diplomatik arenada həmin meydandakı sadaladığımız faktor, necə deyirlər, sektorlardakı müəmmalı oyununu İran indi siyasət və diplomatik arenasında Trumpa qarşı oynayır. Eşidirsiniz son günlərdə, məsələn, Pakistan çox səy eləyir, təlaş eləyir, nə bilim, o biri ölkə ortaya girmək istəyir, Qətər tez-tez gəlir və necə ki Trump, necə deyərlər, hesablana bilməyəcək və necə deyərlər, proqnozlaşdırılması çətin olan bir obraz rolunu oynayırdısa, son təqribən bir aya yaxın müddətdə İran da diplomatik arenada bu oyunu oynamağa başlayır. Fikir verirsiniz, son günlərdə bu məsələlər özünü daha çox qabarıq şəkildə göstərir ki, Pakistan gəlir, deyir ki, artıq yaxındır, filandır. Trump çıxır, deyir, artıq yaxındır. Necə ki, əvvəl Trump deyirdi, artıq yaxındır, sonra deyirdi, vuracam. Müxtəlif formalarda dəli obrazına girmişdi ki, hesablana bilməsin. İndi İran həmin oyunu oynayır ondan. İran deyir, hə, bəli, yaxındır, filandır. Məsələn, vasitəçilərə bir söz deyilir, hansısa bir kağız verilir. Məsələn, elə bir variant yazılır oraya, elə bir maddə yazılır ki, iki başlı olsun. Trump'a təqdim edilir, Trump bunun üzərində hesablama açmaq istəyir. Trump'ın özü oynadığı oyunu İran ona oynayır. Trump çıxış eləyəndə İran tez təksib edir ki, xeyr, kimdədir, yaxındır. Hələ filan maddə qalıb. Bu günlərdə dünya arenasında göstərilən budur ki, həm Amerika tərəfindən, həm də İranda rəsmi şəkildə, hətta dünən ya sırağa gün axşam cənab Ərakçı çıxdı İranın rəsmi televiziyasında. Mən özüm də baxdım, canlı bir verilişə dəvət eləmişdilər bir siyasi proqramda. Canlı bütün demək olar təfərrüatları ilə danışdı, amma lazım olan təfərrüatları ilə. İlkin müqavilə nədir və sonraki mərhələdə 60 günlük mərhələdə necə Amerika çəkilməlidir, İranın blok edilmiş pulları qaytarılmalıdır, Hörmüz boğazındakı vəziyyət İranın kontrolu ilə davam edərək bəzi gəmilər əvvəlki kimi, indi İran kamil şəkildə bağlayıb da, yəni Amerikanı məcbur edib ki, təzədən düşsün, heç olmasa məhdud formada İran bu gəmiləri buraxsın filan. Cənab Ərakçı bundan danışdı. Ya hətta 300 milyard dollarlıq İrana, necə deyərlər, o təzminat verilməsi məsələsi. Bütün bu barədə bu maddələr ki, təfahümnamə deyirlər də, müqavilədə hazırdır. Bu memorandum imzalanmalıdır. Memorandum imzalanmalıdır, ilkin imzalanmalıdır. İlkin İranın dediyi 4 maddə. Amerika bütün dünyanın gözün qarşısında yenə də deyir ki, biz qəbul edirik. Biz bunu qəbul edirik. Kağız üzərində də olsa İran növbəti dəfə bütün dünyaya göstərdi ki, Amerika üçün yenə də heç bir çıxış yolu qoymadıq. Əlbəttə, biz dəfələrlə bunu demişik. Bu iki başlıdır. Bilirik, Amerikanın zatı xəbisdir, Amerika şeytandır. Və İran İslam Respublikası da 0%-ə yaxın belə deyək də etimadı var əgər olsa. Yəni,
heç bir təqribən etimadı yoxdur Amerika. Amma burada mühüm olan bir məsələ, dəfələrlə dediyimiz, o böyük super güc iddiasıyla, hegemoniya iddiasıyla bütün koalisiyasını yığıb, İkinci Dünya Müharibəsindən bu tərəfə 81 illik trilyonlarla dollar öz bazalarına xərc qoyan, silah arsenalı dünyada ən geniş olan Amerika öz super güclük və hegemonluq necə deyirlər, təsvirini ki dünyada yaratmışdı. Bu təsvirə uyğun İrana koalisiya ilə birlikdə hücum elədi. Siyonist rejim də onun içərisində ki, bölgədə ən böyük bazası da Amerikanın. Bu bayaq sadaladığım mərhələlərdə döyüş mərhələsi, diplomatiya arenası, nə bilim, iqtisadi arena, bütün bu mərhələlərdə o boyda iddia ilə gələn Amerika mərhələ və mərhələ sınmağa məcbur oldu. Sözünü dəyişib İranın sözünü qəbul etməyə məcbur oldu və hər dəfə də biz bunu təhlil edəndə deyirdik ki, mümkündür aldatma əməliyyatı edib nəfəs almaq istəsin. Amma hətta bunun özü belə bizə bunu göstərir ki, Amerika etdiyi o böyük iddia və super güc iddiasından İranın qarşısında çox uzağa düşdüyünü bütün dünyaya göstərdi. Bugünkü memorandumun, ilkin razılaşmanın imzalanması söhbətləri də İran yenə də iki şey göstərir dünyaya. Bir, yenə də müəmmanı davam etdirir və Trump'ı dəli edir. Ona görə də fikir verin, bir neçə gün bundan öncə Trump çıxdı dedi ki, İranlılar bizi axmaq yerinə qoyur. Həmin o dəli oyununu onların özünə qaytarmaq müəmmanı davam etdirir. Müxtəlif yerlərdən onlar media vasitəsilə gah İsveçrəni, gah o birisini, gah bu birisini, gah Pakistanın aracılığı ilə sabah həldir, İran nümayəndələri İsveçrəyə gələcək, Cenevrəyə gələcək, filan yerə gələcək. İran əvvəl deyir ki, bəli, yaxınlaşmışıq. Bunlar arxayın olub müxtəlif xəbərləri çıxarırlar. İran deyir, yox, hələ bir neçə gün görək, hələ bir araşdıraq, görək burada nə məsələdir. Müzakirənin bəndləri, maddələri dəqiq yazılmalıdır, filan olmalıdır, bəsmən olmalıdır. Və bu da artıq hətta dünya çempionatı da başlayıb Amerikada və Amerikada görürsünüz, dünya çempionatında da Amerikanın çehrəsi getdikcə dünya çempionatının kontrol olunması baxımından və orada baş verən rüsvayçılıqlar baxımından dünyada daha da qaralır. Və İran həm bu müəmmanı davam etdirir bunlarla, həm də dünyaya göstərdi ki, Amerika yenə də çarəsizliyindən qaça-qaça gəldi ki, bəli, müqavilə imzalayırıq. Bu arada Siyonist rejim ki, keçən səfər Zahiyəyə hücum etdi Beyrutun cənubunda, orada İran danışdığı da onun da barəsində çox ağır vurdu Siyonist rejimi. Ramat David bazasından, Telenov bazasından götürün. Bu bazaları çox ağır vurdu və ağır silahlarla və ağır texnologiyalarla və ağır zərbələr endirməklə hücum etdi onlara və ilk dəfə olaraq İran özü həmləni başlatdı. İranın özünə Siyonist rejim hücum etməmişdi. İran hücum başlatdı və ilk dəfə olaraq təqribən Siyonist rejim çox yaxınlaşa bilmədi İrana. Cavab güya verdi, amma heç bir effekt təqribən olmadı. Və sonda yenə də həmin hücumun mərhələsini Siyonist rejim cavab verəndən sonra İran bir daha Siyonist rejimi ağır vurmaqla özü başlatdı, özü bitirdi ilk dəfə olaraq və özünə olmayan belə zahiri beynəlxalq qaydalara, onların dediyi dırnaqarası qanunlarla baxsaq, beynəlxalq arenada görünən bu oldu ki, İran başladı, pis vurdu və İran sonda da İran bitirdi. Bu da Siyonist rejim üçün hər şeydən o tərəfə, yəni Livan cəbhəsinin Siyonist rejimə getdikcə şiddətlənən zərbələrini saymasaq hələ, İranın digər meydandakı zərbələrini saymasaq, bu özü-özlüyündə Siyonist rejimin olmayan prestijinin tamamilə ortadan getməsi demək idi. İndi Siyonist rejim həm İran müəmma göstərir Amerikaya. Amerika Siyonist rejimin atalığıdır, sahibidir əslində. Və
İran Amerikaya müəmma göstərir. Siyonist rejim Amerikanı hər tərəfli geniş müharibədə görmək istəyir İranla. Amma İran necə Amerikanı gətirir dizə? Pərdənin önündə görülənlər, Amerika son neçə gün ərzində atəşkəsi pozdu. İran ağır cavab verdi. Bu pərdənin önü idi. Amma Fars körfəzi yaxınlıqlarında Amerikanın hansı gəmilərinin başına nə gəldiyini Amerika bilir. Apache'nin və onun pilotlarının başına nə gəldiyini Amerika bilir. Və bir addım da Amerika atmaq istədi. İran nə elədi ki, mən demirəm, Amerikanın əli hər yerdən üzüldü. Yenidən İran Amerikanı qaytardı öz əli üzüldüyü yerə. Hansı xəbərdarlığı ilə də Amerika bunu bilir pərdənin arxasında, İran da bilir. Və İran bunu pərdənin önünə çıxarmır hələ. Nə də Amerika çıxarmır. İran müəmmanı fırladıb Amerikanı məcbur edir ki, bu pərdənin arxasındakıları özü etiraf eləsin və pərdənin önünə çıxarsın. Amerika bu qorxudan ilk 40 günlükdəki kimi böyük, geniş miqyaslı əməliyyata hazırlaşmır. Əməliyyat etmək istəmir və biz deyirdik, müharibə ehtimalı böyüdü. Hələ də o 51%-in üstündə mən dayanmışam. Bu olanlar qığılcımlardır. Amma biz demişdik, geniş miqyaslı olsa da heç müddət və keyfiyyət baxımından Amerika onu bacarmayacaq. Bir çox faktorlar gətirmişdik. Biri də indi sadaladığımız pərdə arxalarıdır. Və hətta pərdənin önündə və arxasında da bir çox hissəsi olan Amerikanın arsenalındakı zəifləmə, istəyir canlı qüvvə baxımından, istəyir texnologiya baxımından. Bütün bunları nəzərə alanda Amerika geniş miqyaslı hücuma ürək eləmir. Və elə də göstərir ki, dünyaya güya mən aldatma əməliyyatı edirəm, bir fürsət axtarır. İranın içərisində narazıçılıq çoxalsın və iki, İranın adalarına qarşı bir fürsət axtarırdı. Amerika özü yaxşı bilir ki, o fürsət də təqribən 0%-ə yaxınlaşdı bəzi hadisələrlə. İnşallah o hadisələr də üzə çıxacaq. Hər halda bütün bu faktorlara görə Amerika oyuna girə bilmir tam geniş miqyaslı. Siyonist rejim də Amerikanın balası, quduz iti olaraq Livan cəbhəsinin əlində çox sıxılıb. Və son günlərdə diqqət eləyin, bilinçli olaraq və birbaşa Livan cəbhəsi son günlərdə hücumlarının şiddətini, hiddətini, sürətini, intensivliyini, həcmini və keyfiyyətini Siyonist rejimə qarşı artırır. Canlı qüvvə tələfatı və həssas yerlərin vurulması artır. Sinkronlaşmış və necə deyərlər, koordinasiyalı bir cəbhə olan müqavimət cəbhəsinin oyunu Siyonist rejimin başında və Amerikanın başında daha da genişlənir. Və bu genişlənmə bir daha dəfələrlə dediyimiz mətləbi daha çox üzə çıxarmağa başlayır. Koordinasiyalı gedişlə bir mərhələdə İran zəminə hazırlayır. Livan və ya Yəməndən o zəminənin üzərində iş görülür. Və indi Livan zəminə hazırlayır ki, İran İslam Respublikası. Bu, keçən səfər Beyrut vurulandan sonra İranın Siyonist rejimə vurduğu zərbələrdə göründü. Əvvəl İran vuranda 80%, 90%, bu da yüksək göstərici idi. Amma indi demək olar hava hücumundan müdafiə sistemi qalmamış Siyonist rejimi Livan cəbhəsi elə vurur ki, Livanın müqaviməti hesablanıb, sanki Siyonist rejim bir dəfədə çaşanda o müddətə qədər Livan cəbhəsi vurur, gözlərini kör edir. Siyonist rejim çaşanda İran
Livan müqavimətinin hazırladığı zəminəni vurur və keçən səfər bu oyunu oynadılar, hesabladılar. Livan cəbhəsi vurdu onların həssas yerlərini, radarlarını və həssas bazalarını. 10% əgər İranın hücumunu saxlaya bilərdilərsə, onu da saxlaya bilmədi. İsrail Beyruta hücum eləyəndə İran cavabını verdi %100. Və bugün Beyruta bir daha hücum edilir. Yenə də deyirəm, İsrailin Beyruta hücum etməsinin bir çox səbəbləri var. Üstünə ad qoyur ki, güya keçən səfərki kimi Hizbullahın hansı üzvlərini, Livan müqavimətinin üzvlərini vurduq. Onlara qarşı oldu. Keçən səfər də bunu dedilər, amma sonra məlum oldu ki, boş imiş bunların iddia elədiyi əməliyyat otağı. İndi də bunu iddia eləyirlər. Keçən səfər İran İslam Respublikası, dediyim kimi, Ramat David olsun, Telnuf bazası olsun, Nevatim olsun, bu 3 dənə həssas yeri keyfiyyət və kəmiyyət və həcm baxımından ağır zərbələrlə bir çox həssas yerlərini nabud elədi, məhv elədi. Bu dəfə də İran İslam Respublikası göstərməlidir və inşallah göstərəcək ki, dedik, eləyirik, amma bu dəfə fikir verin, keçən səfər İran vurandan sonra yenə də Livan müqaviməti son günlərə qədər şiddətləndirdi. Bax, bu günə qədər şiddətləndirdi İsrailə hücumları. Yenə də zəmin yaratdı İran İslam Respublikası üçün və haralarda zəmin yaradılıb mümkündür. Bəli, inşallah onu yaşayarıq, görərik. Mümkündür hansısa infrastrukturalar və həssas infrastrukturalar və hansısa həssas bunkerlər səs gətirəcək şəkildə Siyonist rejimin son sümüklərinin çatlama və sınma səslərini daha çox dünyanın qulağına çatdıracaq. Və mümkündür də, necə deyərlər, İranın seçimi daha çox olsun burada. Həm işğal olunmuş ərazilərdə, həm də bəzi Amerikaya xidmət edən nöqtələrdə. Hər halda bu dəfələrlə qeyd etdiyimiz kimi mərhələlərdir. Siyonist rejim, xərçəng kişi olan Siyonist rejimin məhv olunma mərhələsidir və yeni rəhbərimiz İmam Seyyid Müştəbə Xameneyinin də buyurduğu kimi Siyonist rejimin nəfəsləri sayılır və tükənmək üzrədir. Allaha əmanət olun.